6-cı, salihlərin məclisində olmaq. Elm öyrənmək üçün elmin ədəblərindən salihlərlə bir yerdə olmaq. Nə qədər salihlərlə çox bir yerdə olsan, o qədər Allah səni Subhanahu teala elmə müvəffəq eləyəcək. Əhlüsünnə vəl cəmaa alimlərinin ittifaqıdır. İxtilaf eləməyiblər. 2 nəfər ixtilaf eləməyib burada. Hamısı ittifaq eləyiblər ki, yəni əhlüsünnə alimləri ittifaq eləyiblər ki, Allah kimə xeyir istəyirsə, o insanın neyinir? Ətrafını elm tələbələrinə, elm əhlilə bir yerdə edir. Vallahi görsən ki, sən bu haldasan, məqama gəlib çatmısan, buna görə Allaha həmd elə. De ki, əlhamdülillah. Və bundan bərk-bərk yapış. Allah korusun, təkliyə düşən kimi, aralanan kimi şeytan sana uğrayacaq. Şeytan sana uğrayacaq. Həmişə dərslərdə deyirik, böyük alimlərdən İmam Şinqayt rahiməhullah tələbələrinə deyirik ki, bazara da gedəndə 2 nəfər, 3 nəfər gedin tələbələrə. Tək getməyin. Fikir verirsiniz, subhanallah. Hətta bazara gedirsin nələrsə, hər hansısa ehtiyaclar üçün, çalışın 2 nəfər gedin. Niyə görə? Cəmaatı qorumaq üçün. Elm əhli ilə, elm tələbələrinə, həmişə elm tələbələrinə bir yerdə olmaq. Vallahi Allahın izni ilə sabitçilik, sabit saxlayan Allahdır. Allahın izni bu səbəbdir. Səbəbdir ki, sən nə olasan, sabit qalasan.